Ümumiyyətlə imtahanlarınız necə olur? Yazılı olur, şifahi olur, test üsulu ilə olur. Çətinlik səviyyəsini necə dəyərləndirərdin? Oldu. Deməli bizdə imtahan yazılıdır və yəni il sonu imtahanları, yekun imtahanlar yazılı olur və bu yazılı imtahanlar belə bir-birinə iç-içə olan vərəqlərdir, bir-birinə bitişik şəkildə 5 səhifədən ibarətdir. 5 A4 belə fikirləşək. 3 saat vaxt verilir. Yazmaq biraz çətindir. Həm 3 saat ərzində 5 səhifəni doldurmaq. Belə miflər var, bunu tələbə olanda bilərlər yəqin tələbələr. Vərəqi dolduranda çox bal alırsan, nə bilim nətər eləyəndə çox bal alırsan. Bu dəyişir, həmişə düzgün deyil. Amma qaranti üçün vərəqi dolduranda çox bal alırsan. Məndən də məsləhət ki, doldura bilsəz doldurun. Və vərəqi doldurmaq üçün 3 saat ərzində yaxşı xəttlə doldurmaq və xəttə də fikir verirlər. Mən fikirləşirəm ki, Bakı Dövlət Universitetinin imtahan sistemi ən çətin imtahan sistemlərindəndir. Bu Azərbaycandakı universitetlər içində. Azərbaycan dilində eşgüzar və akademik kommunikasiya dərsi, ya da ki, xarici dildə. Bunların ikisində də şifahi götürülür. Burada necədir? Suallar yazılı imtahanat bir şeydən çıxdı. Biletlər tərtib olunur. Biletlərdə 5 sual yerləşdirilir. Tələbə bileti çəkir, yəni görünmür hansı bileti çəkir. Nəzarətçilər buna nəzarət edir. O biletdə düşən 5 suala uyğun sualını yazır. Eləcə də şifahi imtahanda yenə suallar yerləşdirilir. Tələbə onu çəkir. Biraz vaxt olur, bir 5-10 dəqiqə ki, o suallara nəzər gəzdirsin, öz cavabını hazırlasın. Sonra müəllimə yaxınlaşır və şifahi imtahanını verir. Bir də imtahanlar çox ciddi yoxlanılır. Bu mediada çox məşhur idi. Bakı Dövlət Universitetini yoxlayan adamlar qrupu var, onlar. Və kolokviumlardan danışım. Kolokvium imtahanı əsasən əslində müəllimin öz səlahiyyətindədir ki, götürsün. Məsələn, bizim bir müəllimimiz, və mən çox dəstəkləyirəm bu metodu, hazır məqalələrdə yerləşdirilən, məsəl üçün, mass spektrometr şəkilləri olur, diaqramlar olur. O diaqramı təqdim edir ki, biz ona görə təyin eləyək, cavabı çıxardaq. Ya da ki, zülalların təmizlənməyində hansı yolla təmizlənir, biz onu özümüz bir elm adamı kimi metodları qeyd edək ki, mən olsam necə təmizləyərdim bu zülalı. Amma belə kolokviumlar da yenə yazılı olur, o 5 vərəq olmur, 1 vərəq olur, 3 sual olur. Yəni, vərəqin sayəsində önəmli deyil burada. Və şifahi olur. 3 kolokvium imtahanının ikisi yazılı, biri şifahi olur. Amma yenə dedim ki, müəllimin səlahiyyətindədir bu. Yəni, müəllim kolokvium keçirməyib, sizi, məsələn deyirəm, mühazirəni danışdırıb, sizə belə deyək də, qiymətdə yaza bilir, elə bir proses olur, yoxsa yox? Səlahiyyətindədirsə eləyə bilər, amma əsasən belə eləmirlər. Eləmirlər, tamam.